Salam əziz, dəyərli izləyicilər. Bugün sizə şir bürcünü təqdim edirəm əzizlərim. Bax, bir məsələ ilə əlaqəli elə bir yenidən həyata gələcəksiniz, yenidən həyata elə bir doğulacaqsınız. Bu əslində deyərdim ki, həyata baxışınız dəyişəcək. Güclü olacaqsınız, sıxıntıları ataraq sıfırdan başlayacaqsınız. Gözlədiyin bir xəbər var. Bax, ətrafında boş danışan biriləri sizə qarşı bir negativ təsiri ola bilər. Bəlkə də ümidini itirmiş kimi oturmuşsunuz. Bir müjdəli xəbər gələcək sizə. Siz qarşınızdakı insana sizin necə indi halınızı qəbul etməyini istəyirsiniz. Yəni, mən beləyəm, yəni sən məni belə qəbul eləməlisən deyirsiniz. İşlə, karyeranla əlaqəli çox düşünürsünüz. İki yerə bölünmüşsünüz, elə bir məntiqin başqa yerdə, ağlın başqa yerdə, düşüncələrin başqa yerdə. Gözəl bəzi döngülər başlayacaq sizin həyatınızda, qayğılardan qurtarırsınız, rahatlaşacaqsınız. Sizə qarşı haqsızlıq olmuş, geri dönüş ola biləcək. Bu həftə yuxularında işarətlər ola biləcək, yuxunla hərəkət edə biləcəksiniz. Qarşı tərəf, yəni qarşı tərəfi zamana buraxmışsınız, özünüz toparlayacaqsınız. Bəzi məsələdə çarələr axtardınız və ya qarşı tərəf gedibsə bəzi çarələr axtardı sizə tərəf gəlməyi. Bir mövzuyla əlaqəli sevinəcəksiniz. Ailə birlikdə bir sevinciniz yaşayacaqsınız. Ağlında qalan biriləri, onun haqqında maraqlanırsınız. Elə bir içinizdə bir maraq qalmış. Onun da sizə qarşı duyğuları, gerçək bir qarşılıqlıq olacaq. Görüşməyiniz, danışmağınız ola biləcək, anlayışlı şəkildə olacaq danışıqlarınız. Bəzən içinizdə belə vəsvəsə, qorxu mu olur, elə bir məsələ bir anlayışlı şəkildə olacaq əzizim. Qarşınızda elə bir qarşınızdakı insana qarşı bir meydan oxumağınız ola bilər. Amma huzur sizə tərəf gəlir əzizim. Ailə içində, həyatın elə bir şəxsi həyatında, övladın varsa övladlarınla əlaqəli gözəl günlər gözləyir sizi. 11-də elə bir kimlər nə edirsə etsin, yola çıxmaq, bəzi dəyişiklik etmək həyatınızda düşüncələriniz var. Hətta deyərdim, bu həyat, bu kainat sizi yoxlayır, sınaqdan keçirir. Maddiyyatla etdiyin yatırımlara biraz diqqət edin. Sevdiyin insan həyatın hansı yolundadır? Səni sevirmi? Yəni, bu düşüncələr içində olacaqsınız, ayılacaqsınız, elə bir ayıq olacaqsınız bu həftə. Qarşı tərəf səndəki duyğuları öyrənəcək, bilgilərinizə, yəni, açıq fikirlərini artıq qısmayacaqsınız, açıq fikirli olacaqsınız. Güclü olacaqsınız, ayaq üstə duraraq öz işinizi apara biləcəksiniz. İş həyatınızda artıq bir döngüyə bağlanacaqsınız, yəni bir işə bağlanıb işinizi davam edəcəksiniz, yeni bir başlanğıc, öz həyatına çəkmək istəyəcəksən, açıq fikirlərini saxlamayacaqsan. Elə bir artıq oturmaq istəməyəcəksiniz, hərəkətdə olacaqsınız, diqqətli olacaqsınız, sakitliyini qoruyacaqsın, pis yaxşını ayırt edəcəksən, dostlarla əlaqəli belə iç savaşın içərisinə girə bilərsən, ailədə küskünlük varsa barışıq ola biləcək, iş yerində bir dəyişim, maddiyyatla böyük imzalar ata bilərsiniz, sağlıq problemi ola bilər, özünlə biraz ilgilənməyin çox yaxşı ola bilər, boğazla əlaqəli baş, boyun, infeksiya, qulaq, burun, hətta bəzilərinizdə bir zob məsələsi, yəni zobla əlaqəli problem varsa da müraciət edin, çünki çox vaxt boğazla əlaqəli yəni problemlər, məndə də olur o problemlər çox. Çalışın, bu şir bürcündə olanlar Bəqərə surəsini dinləyin tez-tez evinizdə. Hətta
Bəqərə surəsinin 102-ci ayəsini dinləsəniz çox gözəl ola bilər. Maddi mənəvi zirvəyə qalxmağa bir qadın sizə kömək ola biləcək. Ödəmələriniz, borcunuz varsa darıxırsınız, huzursuzluq var içinizdə. Təkliyə doğru irəliyirsiniz. Hərdən geri çevrilmə qorxusu var içinizdə. Sizin içinizdə olan qərarı qarşındakına buraxmırsınız. Özgüvənlik yaşamısınız, biraz həyatınızda şanslı olacaqsınız. Salam vermədiyin insanlar maddi mənəvi sizdən deyərdim ki, gözlədikləri var. Təamül etmədiyin insanlar sizdən istifadə etməmək üçün onların önünü alırsınız. Hər tərəfdən əngəlləyirsiniz. İki yerə xərciniz çıxa biləcək. Biriləri sizi tanış edəcək, birilərlə keçmişi unutmaq üçün sizi birilərlə tanış edəcəklər. Keçmişlə indiki arasında yaşadıklarına demək dağlar qədər fərq var əzizim, fərq də olacaq. Ev alırsınız, gözəl şeyləri, yəni həyatınızda gözəl bir gəlişmələr ola biləcək. Qarşınızda biriləri gözəl şeylər danışmağı bacarmır. Bir yerə çağıracaqlar, siz getmək istəməyəcəksiniz. Maddi mənəvi acılar yaşadınız, mükəmməl yerlərə gəlib çıxacaqsınız, inatçı biri ilə məşğul olacaqsınız. Vaxtıkən siz, yəni itkiləriniz oldu, amma siz bəzi insanlar sizi itirdiyinə görə ağlaya da biləcəklər. İstəsələr də onlara yaxın getməyəcəksiniz, hər şeylərə əngəl qoyacaqsınız. Artıq bəzi insanların üzünü görərək addım atırsınız. Yavaş gedən işləriniz ola biləcək, bir cavabdehliyiniz ala bilmədiyiniz bəzi məsələlər var. Bir şeylərdən uzaq duracaqsınız, çünki haqsızlığa uğradınız. Birilərindən sevərək ayrılmaq istəmirsiniz, içinizdə ayrılmaq, düzdür, beyninizdə, zehninizdə ayrılmaq istəyirsiniz, amma içinizdən gəlmir bu ayrılıq əzizim. Nə qədər səbriniz olsa, inanın, gözəl bir sürprizlərlə qarşılaşa bilərsiniz. Çox çabalayırsınız. Bəzi də insanların faydası toxunacaq sizə. Birinin yalanla qarşılaşacaqsınız. Bir xəbər, bir dedikodu, yalan bir xəbər ola bilər. Buna diqqət edin. Əməliyyat üçün qərar verirsiniz. Xəstəxanada da qala bilərsiniz. Qaçırdığınız bir fürsət olmuş. Sınaqla əlaqəli, bəlkə də vaxtikən sınaq verdiniz, o sınağı başarısız oldu sizə, yenidən təhsilə, bəlkə də təhsiliniz yarım qaldı, yenidən o təhsilə davam etmək, sınağınızı vermək istəyəcəksiniz. Artıq heç kəs sizə əngəl edə bilməyəcək. Artıq ortada qalan əngəllər hamısı qalxacaq yavaş-yavaş əzizim. Anidən yolunuz ola biləcək. Yolun çox aydınlı, fərəhli, qayğılısan. 2 nəfərin dəstəyi ilə qarşınıza gözəl ruzular gələcək, ruzu qapılar açılacaq, dileyin gerçəkləşəcək. Ortada aracılıq edə bilər. Yavaş gedən işlərinizi tezləşdirə bilər, gözəl xəbərlər, zehnin biraz məşğuldur, qarma-qarışıqdır. Bəzi şeylər bildiyin kimi deyil, sonra başa düşəcəksiniz. Boş yerə bəzi insanlar üçün qaçdınız. Çox gərginlik var üzərinizdə. Gerçəkləri sizə göstərəcəklər. Sevgi həyatında kəskin qərarlar alırsınız. Yemirsiniz, yedirirsiniz, içmirsiniz, içirdirsiniz. Axırı nə olur? Axırı nankor insanlara rast gəlirsiniz. Bax, bu sizə çox təsir edir əzizlərim. 2 həftə, 3 həftə içində möcüzə yaşaya biləcəksiniz. Yaxşı niyyətli insanlar, yəni onları yaxşı görürdünüz, yaxşı niyyətli insanlar. Niyə pis niyyətə çevrilmiş? Bax, düşüncələr içində olacaqsınız. Nəzakətinizi, səbrinizi, qüvvətinizi ortaya qoyursunuz. Özünü gözəl ifadə edə biləcəksiniz. 17-sinə qədər övladınla ya öz şəxsi həyatınla, gözəl xəyallarınla həyata gerçəkləşdirə biləcəksiniz diləyinizi. Yəni diləyinizə artıq yaxınlaşırsınız əzizim. Nişan, nigah ola biləcək. Məhkəmə olmağı, məhkəmənin açılmağından bəlkə də xəbəriniz yoxdur. Biraz sıxıla bilərsiniz, amma anidən oyanacaqsınız. Çevrənə gözəl baxırsınız. Xarici ölkəyə əlaqəli iş məsələləri, bağlantınız varsa da oradan maddiyyat gələ bilər sizə. Zamana doğru gedirsiniz. Ürəyinizdə olan sözləriniz var, aça bilmirsiniz, açacaqsınız. Ayrılmaq istəyib, buraxıb getmək istəyirsiniz birilərini. Lakin o insan sizə inanın dəyər verir. Ayrılmayın o insandan. Yəni həqiqətən o sizi itirməkdən qorxur. Ola bilər arada anlaşmamazlıqlar olmuş.
Araşdırmalar edəcəksiniz. 2 dostunuz var. Onlarla əlaqəli yanlışlığı görəcəksiniz. Ona görə onlardan ya dostluq, ya rəfiqə, ya qadın, ya kişi fərqi yoxdur. Görüb yolunuzu ayıracaqsınız o insanlardan. Artıq birilərini çox yaxşı anlaşacaqsan. Bir qrupa daxil olursan, yeni insanlarla tanış olursan, maddi, mənəvi. Onundan sonra yavaş-yavaş düzələcək işləriniz. Çalışın öz ruzunuzu, bax kişi figuru çıxdı. Çalış öz ruzunu kimlərəsə yedirmə. Ailəvin ruzunu kimlərəsə yedirmə. Canın sıxıla bilər get-gedə. Yəni yedirdiyin insan sənin qədrini bilməyəcək. Nankör çıxanda onda sən başa düşəcəksən. Amma burada qadın figuru çıxdı. Doğrudan da vəfalısan, yəni sədaqətlisən. Canından belə başqalar üçün keçirsən, sevdiyin insan üçün keçirsiniz. Gözəl sevgili, gözəl həyat yoldaşı ola bilirsiniz. Evdar xanımlığın çox gözəldir, vəfalıdır, sədaqətlisiniz. Biraz bu həftə sakit olun, yəni səbirli olun. İşləyirsinizsə, iş yerində rəhbərliklə problemləriniz yarana bilər. Şəxsi işləriniz yavaş-yavaş yaxşıya doğru gedəcək. Düzdür, sıxıntılarınız var, bunlar dağılır. Düzdür, o sıxıntılarınızı çox gözlədiniz. Yavaş-yavaş o sıxıntılarını özünüz zamana buraxaraq həll edirsiniz. Olduğunuz yerdən uzaq olacaqsınız. Qorxular var içinizdə. Yəni o qorxular da bir gerçək deyil əzizim. Zehninizdə böyüdürsünüz. Axtardığınızı, görmək istədiyinizi, görüşmək istədiyinizlə görüşüb danışa biləcəksiniz. Onu tapacaqsınız. Əvvəl gizli-gizli görüşməniz ola biləcək, istəyəcəksiniz. Onun həyatını maraqlanıb öyrənəcəksiniz. Hətta sizə qarşı sevgisini hiss edəcəksiniz. Evlənmək üzrəsiz bəzinizdə. Yəni ailədən bəlkə də biriləri də evlənmək üzrədir. Hətta evlənəcəyinə belə güvəniniz biraz yoxdur. Bax, qarşı tərəfin hara getdi, nə ilə məşğul oldu, nə nədir? Biraz qısqanclığınız var. Biraz bu qısqanclığı geri qoysanız çox yaxşı ola bilər. Çünki özü hər şeyi açıqlayacaq, amma səbr etsəniz. Ayrılıq varsa da birilərindən təkrar bir araya gələcəksiniz. Uzaqdan gələn bir xəbər gözləyirsiniz. İ hərfinin yardımı olacaq sizə. Həyat yoldaşının ailəlisinizsə, həyat yoldaşının ailəsindən bir sıxıntı ola bilər. Çox yorulmuşsunuz, yorğunsunuz. Yavaş-yavaş işləriniz, bəzi məsələlər yaxşıya doğru gedəcək. Barışıqlar, küslük varsa barışıqlar ola biləcək. Yəni siz bəzən öz fikirlərinizi anlatmırsınız heç kimə. Gözəl qapıları açılacaq, bir qadın dəstəyi xəbəri var. Yuxular görəcəksiniz, yuxularınız sizə gözəl mesaj verə bilər. Bir anlaşma edirsiniz, imza atmaq, sizə bir şey imzalamaq istəyəcəklər, deyirlər ki, yəni imzalayasınız. Yəni mən sizə məsləhət görməzdim. Bu imza elə bir imzadır ki, başınız da ağrıya bilər. Araşdırın, baxın, görün nə imzadır ki, sizə imzalatmaq istəyirlər. Ya hansı kağıza, hansı bir sənətəsə imza atmaq istəyirlər. Ona diqqət et əzizim. Sizi gözləyən, unutmamış bu həftə biriləri qarşınıza gələ bilər. Çox şeylər dəyişir həyatınızda. Xəyalınız var. Gerçəklərdən uzaq çalışın, olmayın. Xəyal qurarkən sizi maddiyyatla zora salan insanlar, aldadan insanlar, onlara qarşı onsuz siz zəfər qazanacaqsınız. Biriləri sizə detaylı danışıq aparacaq, söhbət aparacaq. Detaylı sizə söhbəti aparandan sonra siz onun danışdıqlarına görə ona kömək edərək həll edəcəksiniz bəzi işlərini. Uzaqdan gələn xəbər, viza işləri, pasport, sənət işləri çözüləcək. Fərqli ölkədə yaşamaq fikirlərin varsa da bu yavaş-yavaş həyata keçəcək. Keçmişdəki olan problemlər, artıq o problemləri yaşamayacaqsınız. Biriləri peşman olmuş, sənə yaşatdıqlarını artıq yaşayır. Bir peşmançılıq var içində, onunla qarşılaşa bilərsiniz. Vaxtıkən yaşadığınız yerdə bir ziyarətgahmı və ziyarət kimi yerə gedəcəksiniz. Bəlkə də ora çoxdan da getməmişsiniz. Bəlkə də orada qarşılaşacaqsınız o insanla. Biraz təəccüblənə bilərsiniz. Təəccüb var sizdə burada. Bir iclasa, bir toplantıya olumlu məsələlər gedəcək orada bir söhbət.
Kirakeşsinizsə, kiradəsinizsə, ev sahibi ilə biraz aranız açıla bilər, söhbətiniz gedə bilər, sərt bir üzləşmə sizi yanlış anlada bilər. Övladınızın məktəbi ilə, bəlkə də özünüzün məktəbi ilə bağlı məsələ, dedikodu, çox da oradan gələn məsələlərə qulağınıza ki səs gələcək. Onun arxasınca getmə, məsləhət görməzdim. Yəni burada bir aldanma da var. Yəni 5 sözün içində biri düz ola bilər, 4'ü yox. Yəni aldanma ola bilər burada. Yalan dolan söhbətlər, üstünü şişirtmiş, danışılmış söhbətlər ola bilər. Yəni çətin bir duruma qala bilərsiniz. Araşdır, dəqiqləşdir, sonra əzizim. Qardaşındır, ailə içindən, bəlkə də bacındır, bir problem var və onun karyerasından ola bilər. Bəlkə də məhkəmə var, bir məhkəmə sürəçisi var. İnşallah yavaş-yavaş yaxşıya doğru gedə biləcək. Xəstə olan birinə yardım edəcəksiniz. Bu yardım da qarşılıqlı ola biləcək. Yəni o görəvi, yəni özünə cavabdehliyi özünüzə götürürsünüz. Həyatında çox itkilər oldu, əngəllər oldu. Bunlar yavaş-yavaş qalxır. Yaralarını özünüz sarıyırsınız. Yenidən ayağa qalxırsınız. Düzdür, həyatın qarma-qarışıq tərəflərinə də rastlaşdınız. Yəni fikirləşirsiniz ki, bədənim ruhumdan ayrı deyil. Sevgidə də seviləcəksiniz. Bəzi pisliklər gördünüz. İçindəki səsinizə qulaq asaraq ayağa qalxırsınız. Özünüzə zaman ayıraraq ayağa qalxırsınız. Gözəl insanlar qarşınıza çıxacaq. Yəni çox zaman ağlına gələn başına gəlir. Hissiyatınız da güclüdür əzizim. Hissiyatınız da güclüdür. Sizə ehtiyacı olanların köməyinə gedəcəksiniz. Lakin siz özünüzün həkimi olursunuz. Heç kimdən imdad istəmirsiniz. Yıxıldınız da heç kimdən kömək istəmirsiniz. Amma hey sizdən umdular, hey sizdən gözlədilər. Hey sizin hərəkətinizi istədilər. Hamına əliniz uzatdınız, xeyir demədiniz. Amma artıq xeyir deməyi öyrəndiniz maşallah. Öyrəndiniz, əleydən çox insanı keçirtdiniz. Yavaş-yavaş əliniz pulla oynayacaq, yavaş-yavaş xırda-xırda əlinizə pullar gələcək, yolunuzda açıqlıq olacaq. Amma zamanla, ümidinizi itirmədən, ümidinizi itirməyin əzizlərim, sizin şanslar gəlməyə başlayır. Diqqətinizə görə var olun, sağ olun əzizlərim, zəhmət çəkib, vaxt sərfləyirsiniz. Yəni, mən də nə çıxırsa, nə hiss edirəmsə, onları sizə bildirərək, sizi çox sevərək sizlərə bildirirəm əzizlərim. Yenə də var olun, sağ olun əzizlərim.